Bugün size Alibabadan necə sifariş etmək lazımdır onu göstərəcəm. Qeydiyyat prosesi demək olar ki, bütün saytlarda olduğu kimidir və bunu artıq çoxunuz bilirsiniz. Ona görə bu hissəni keçirik. Alibabadan sifariş vermək əslində çox sadədir. Burada həm dili dəyişə bilərsiniz, istədiyiniz dili seçə bilirsiniz. Teslimat adresi olaraq isə Çindəki kargo adresinizin çatdırılma ünvanını qeyd edirsiniz. İstədiyiniz məhsulu axtarırsınız və seçim edirsiniz. Məhsulun qiymətinə, satıcı reytinqinə və rəylərə mütləq diqqət edin. Bəzi məhsullar var ki, satıcı tək-tək satır. Amma bəzi satıcılar isə əvvəlcə sizə nümunə göndərir. Bunun üçün mütləq satıcıya yazmalısınız. Məsələn, satıcıya yazırsınız ki, mənim onlayn mağazam var və məhsulu satmaq istəyirəm. Ona görə əvvəlcə nümunə istəyirəm ki, keyfiyyətini yoxlayım. Burada məsəl üçün bu əl sabununu satıcı bir ədəd sizə göndərir. Və onu qeyd edim ki, satıcı Çin adresinə göndərərkən də müəyyən məbləğ sizdən ödəniş alır və Çindən Azərbaycana çatdırılmada yəni ödənişlidir. Ona görə çox məhsulda mənim fikrimcə yəni sifariş eləmək sərf eləmir. Hansı ki bu böyük mağazalara falan sərf edər, amma ki onlayn məhsul satan və yaxud da satışı az olan səhifələr üçün məncə çox baha gəlir.